Onu da demək istəyirəm ki, Uca rayon əvvəla qaz dairəsi barəsində danışmaq istəyirəm. Qaz dairəsinin yəni keçən dediklərində mən qaz dairəsi barədə məlumat verdim. Yəni ki, bunlar nə oyun oynayırlar mən bilmirəm. Mən götürüb, daha doğrusu, telegramada qoydum bunların idarələrinə, Ağsu regionalına. Ondan sonra da Bakıya bir dənə telegrama qoydum, Azər Məmmədova. Lakin 15 gündən çoxdur, 17 gündə, 16 gündə oldu. Mən bunlar qazsız vəziyyətdə qoyub, yanlarına da gedirəm bura qaz dairəsinə. Yox, asan xidmətə getməlisən sən. Qaza, mən ucarda hamıdan soruşmuşam, belə bir şey yoxdur. Asan xidmətə heç kim getmir. Koda düşəndə asan xidmətə getməlisən. Beləncəsinə bir şey, ancaq mən bilirəm ki, Məlih Məmməd yox, Məlih Məmməd burada qaz dairəsinin müdürüdür. Ancaq Məlih Məmməd nətər deyərlər, o da belə burada tapşırıqları yerinə getirir. Uca rayon icra hakimiyyəti tərəfindən. Bunun eyni zamanda 56'ları burada qaz dairəsində yox, polis idarəsində də var. Mən bilirəm polis idarəsində kimlərdir. Ancaq mən düzün axtarsam, polis idarəsində mən heç bir şikayət olmuyor. İndiyə kimi. Nələr yoxdur, o kimdirsə, özünüz yaxşı bilirsiniz ki, əziz izləyicilər, özünüz yaxşı bilirsiniz ki, hər yerin nə deyərlər, o trolu da var, ondan sonra yaxşı insan da var. Amma buna baxmayaq, mən getdim, gördüm ki, Məlih Məmməd, bu qaz dairəsinin müdürü. Dedim ki, yaxşı, demirsən, asan xidmətə gedir. Mən asan xidmətə gedirəm, ancaq bir şəkil. Gətirin mənə, orada qaz sarğacı qoymuşsunuz, kartını ki, vermişsiniz sana. Kartını vermişsinizsə, gətirin mənə qaz sarğacının sertifikatı ilə laboratoriya kağızını mənə verin. Bizdə yoxdur. Bəs yaxşı, bu çıxdı, getdi Oksiyə. Yerində qaldı Kazım. Getdim Kazımın yanına. Kazım da mənə deyim ki, Kazım, sən dedikləri o, gəl mən telefondan çəkim. Sən dedikləri o. Sonra deyir, niyə çəksən ki mən? Deyir, niyə çəkməliyəm? Sən düz danışırsansa, əgər belə bir şey varsa, sən nədən qormalısan ki? Bu çəkilsin sən. Həqiqətən düz danışır. Yox, mən çəkməyə icazə vermirəm. Dedim, versən də verməsən də məsələn. Onu çəkmişəm mən. Ancaq efirə hələ vermirəm. Onu da demək istəyirəm ki, bunlar götürdülər, onun, bilməm, 5-ci günü, 3 gün bundan qabaq, 2 gün bundan qabaq gətirdilər mənə bir dənə kağız verdilər. Mənə vermədilər ha. Daha doğrusu evə verib çıxıb gediblər. Ki, asan xidmətə getməlisən. Sən orada qazının, nədir, kartı. Mən asan xidmətdən qaz sarğacı almışam ki, asan xidmətə gedəm. Bu nə hərəkətdir? İkinci, mən onu demək istəyirəm ki, mən, daha doğrusu, söhüşə o dərəcədə, indiyə kimi, YouTube səhvimdə də var, söhüşə o dərəcədə yer verməmişəm. Ki, söyləmək məyəlan, axır, adam boğaza yığılanda söyür, təhqir edir, nə desən eləyə bilər. Amma bunlar, icra hakimiyyəti, uzaq icra hakimiyyəti nətər insansa, 10 il burada işləyib, 10 ildə 11 ildə. Zərrabda işləyib, mən keçən verilsiyəndə də demişəm, Zərrabda işləyib, Göyçayda da işləyib. O gün mən Göyçaya getmişdim. Göyçaya gedəndə mən bilirəm ki, bu nədir? Bu qaz məsələsindən sonra. Yolda mən baxdım, gördüm ki, qabaqda bir postpatrol maşını gedir. Bildim ki, Toşnuk bu məni izlədir. O tərəfdən Göyçaydan da bir qay maşını gəlir. Qay maşını gəlir. Gələndə o döndü, qayıtdı, nömrəni gördü, döndü, qayıtdı məndə. Mən də düzünü axtarsan telegram oturmağa gedirdim. Bu qaz barədə. Qayıtdı, mən yolda saxlatdırdım. Yaxşı, indi
Deyə bilərsiniz ki, elə belə qayıtda adamı saxladıq da. Mən şey kimi deyim bir sözlə var. Heç nədir o şablonları qoyqırağa mən bir səhv deyim. Mən maşının üstündə dedim 2700, 2000-də nədir cərimə var. Ondan əlavə mənim maşınımda daha doğrusu biri Ucar rayonundadır. Ucar rayonundadır. Maşının biri saxladılar. Deyə azad qaldı. Gedir onda polis şöbəsinə. Bu mən qorxuzmaq üçün eləyir bana. Mən qorxacaq yerim yox deyə kişi. Sən nə varmaq istəyirsən, nə eləmək? Götürlər aparırlar mən göçər. Qarşısına, maşını saldılar ora. Yok şimdi cərimə də gəldi. Bizim bir ixtiyarımız var da cərimə. Deyim nə yazsınız yazın, 2700 olmasın, 2800, 2900 olsun, mənim üçün fərq yox. Bəs nə əcəb Asaqal, sən bu Ucar rayonundasın, nə yap bu cərimələrə görə saxlanırlar? Maşına deyir, həbs qoydular burada. Dedim mən bilmirəm. Özü həmin cərimələrin hamısı Texas motordur, ondan sonra sığortadır. Cərimələrin əksəriyyəti elə. Dedim mən bilmirəm, maşını təhvil verirəm, sizə gedirəm. Maşını təhvil verirəm, gedirəm deyəndə bunlardan biri deyir, əlindəki nədir? Dedim, ərzər. Sonra gitti dəyişin yanına. Yol polisinin dəyişin yanına. Nəysə, çağırtırdım mən, söhbət elədim. Biraz söhbət elədim. Ondan sonra deyir ki, Ağsaqqalın maşını da verin. Açarım da verin, çıxsın. Yəni, bu məni orayla qorxuzmaq istəyir. Mən onun hamısını açıb demirəm. Maşınımın birini yox aldım. 15'in saldırsan orada. 15 maşın əvvəldə demişəm, desən alacağım. 15 maşın, desən alacağım. Eləyərsən alacağım, eləyərsən alacağım. Özüm bir adam olmuşsan, Ucar rayonunda, kişi, sənə nə deyim mən, bundan artıq nə deyilməlidir sənə. İndi bu qaz dairəsində, bu Kazımdır, nə deyir, bilmirəm. Bu Kazım özündən çox razılıq eləyir, özündən çox razılıq eləyir. Bunun sifarişini yer. Mən heç kimi hesab eləyəməz. Bu da belə çıxır ki, o müdür dediyi kimi ki, ya nədir? Mən deyir, Prezident İlham Əliyevə xidmət edir. Kimdir deyən sən xidmət edir? Elə, namusla, qeyrətlə xidmət edir. Yoxsa sən belənciyinə xidmət olmaz axı. Mən 10 gündür, 12 gündür deyəndə 15 günə yaxında, 17 gündür bilməm deyəsəm, 16 gündür. Mən qazsız vəziyyətdə qalmışam. Mən ona ixtiyarım da çatır, o qazı oradan qırım, atım, məsəlsin. Bunlar öz, gəlsin mənə desin ki, ben niyə onu görə batmışam, bunda mən sözümü deyəcəm. Mən 5000 manatlı maşınımı deyə saxlamışam burada. Bax, belə adama təhqirlər deyilir, eləyir. Sonra deyirlər ki, Qasım niyə təhqir edir? Buna yeridir da təhqir eləməyin yeridir. Amma məsələ burasında ki, ağır düşünmür bu adam. Və yaxşı, kimə şikayət edir? Prezidentə şikayət. İkinci bir də, yaxşı, 6-7 min manat mən telegram edirəm. Özü burada işləyəndə, özü yaxşı bilirdi, məhkəmə işləyirdi burada. Bu yaxşı bilirdi. 6-7 min manat mən telegram ilə məktublara pul vermişəm. Onların heç birinə baxılmıyor. Mansur Məmmədovsan, kimsən? Baxılmıyor. Bəs yaxşı, o baxılmıyor buna. Mən o pulun kimdən almalıyım? Bax, bu neçə ildən sən məni nə qədər ziyana salmışsan, Allah bilir. İndi gəlib qazı bağlamısan ki, orada bağlatdırmışsan ki, lazım 100 dənə elə qazı bağlatdırsan, nə eləsən də xeyri yox deyil. Allah Teala sən bəlağı verəcək, geci tezi var. Geci tezi var. Başa düşsən. Gəl çox da güvənmə. Yeri arxan dağ olsa da, dağa da bel bağlama. Vəssalam, mən sənə onu deyirəm.